Salam müəllimlər, necəsiniz? Dərsimiz 6-cı sinifin 6-cı mövzusu olan meyvə ağacının əkilməsi və meyvələrin saxlanma texnologiyasıdır. Meyvələr çox qiymətli qida məhsuludur. Azərbaycanda bir çox meyvələr yetişir ki, şaftalı, alma, armud, üzüm və s. bunları bilirik. Deməli, gəlirik əsas hissələrinə. Ağacları nə zaman əkmək olar? Ağacları yaz və payız aylarında əkmək olar. Yaz və payız fəslində əkmək olar. Yaz fəslində 5 həftə müddətindən torpağın donu açılandan sonra, payızda isə sərt şaxtaların düşməsinə 15-20 gün qalmış 3 ay müddətində ağacları əkmək olar. Torpağı düzgün hazırlamaq, əkinə hazırlamaq bol məhsuldarlığın, yaxşı məhsuldarlığın yəni kömək edir. Bunun üçün nə edirik? Artıq burada bir mərhələ var ki, torpağı düzgün hazırlayırıq, yəni əkinə, ağacları əkmək üçün. Burada ilk öncə torpağı yumşaldırıq. Bir mərhələ, müəllimlər. Torpağı yumşaldırıq. İkinci mərhələ alaq otlarını təmizləyirik. Üçüncü mərhələ həmin ağac əkiləcək yerləri nişanlayırıq. Nişanladığımız yerlərdən çalalar qazırıq və 5 payalar çalırıq. Nə oldu? Birinci yumşaltdıq. Belə şumlamaq da deyilir ona. Belə el arasında. İkincisi alaq otlarını təmizlədik. Üçüncüsü nişanladıq, çalalar qazdıq və payalar çaldıq. Daha sonra kök sisteminin normal inkişaf etməsi üçün çalaların arasında məsafə qoymaq vacibdir. Albalı və gilas ağaclarında 2 metrdən, albalı və gilas bilirsiniz ki, nisbətən xırda ağaclar olur. Alma və armud kimi böyük ağaclar arasında isə 5 metrdən necə olmalıdır? Az olmamalıdır. Məsafə 5 metrdən az olmamalıdır. Ağacların yaxşı inkişaf etməsi üçün, uzun müddət bar verməsi üçün çalaların dərinliyi bəs 50 sm olmalıdır. Daha sonra əvvəlcə bastırılacaq tingi əkinə hazırlamaq lazımdır. Bu zaman tingin sadəcə yeri dəyişirsə, əgər sadəcə tingin yerini dəyişiriksə, onu 1-2 gün suda saxlamaq lazımdır. Nəyə görə? Bu zaman tingin rütubət ehtiyatını bərpa etmiş oluruq. Əgər tingin sadəcə yerini dəyişiriksə 1-2 gün suda saxlamaq, beləliklə onun rütubətini təmin etmiş oluruq. Satışda əkilən tinglərin bitməsinə və boy atmasına kömək edən çoxlu sayda vasitələr mövcuddur. Onların qablaşdırılmasında, yəni üsulları, saxlama müddəti və s. göstərilir. Bu vasitələrdən ən hansı sadəsi nədir? Natrium qumatdır. O nədir? O təbii mənşəli bir vasitədir. Təbii mənşəli bir vasitədir. Nə? Natrium qumat təbii mənşəli bir vasitədir. Tingləri natrium qumat məhlulunda saxlayıb sonra əksək biz uğurlu nəticə əldə etmiş olarıq. Meyvə ağaclarının tingini əkməzdən əvvəl nəzərdən keçiririk. Kök və çətir ətrafında qurumuş, zədələnmiş hissələrini kəsib atmaq lazımdır. Qısa müddətdə kökləri qurumasın deyə, bu sual olub, köklər qurumasın deyə əkiləcək tingi, çürüntü əlavə olunmuş torpaqda və yaxud da ki, gilli horrada saxlamaq lazımdır. Nə üçün? Kökləri qurumasın deyə. Kökləri qurumasın deyə çürüntü əlavə olunmuş torpaq və yaxud da ki, gilli horrada saxlamaq lazımdır. Meyvə ağaclarının əkilməsi payaların köməyi ilə və yaxud da ki, payasız da yerinə yetirə bilərik. Baxın, bunlar yəni payadır. Bu payadır. Ağacları həmin hissələrə bağlayırlar ki, çünki o təzə tingi olur, təzə əkilmiş ağac olur. Yəni, belə deyək, külək və s. ona zərər yetirməsin, əyməsin, qırılmasın. Ona görə artıq sanki bir dəstək rolunu oynayır. Deməli, müəllimlər, əgər desək ki, rütubəti bərpa etmək istəyirik, 1-2 gün suda saxlayırıq. Onun belə deyək, əkilməsini, uğurlu nəticə əldə etmək istəyiriksə, natrium qumatda saxlayırıq. Kökləri qurumasın deyirsə, bu zaman çürüntü əlavə olunmuş torpaq və yaxud da ki, gilli horrada saxlamış oluruq. Sonra müəllimlər, digər bir hissə, payanı torpağa tingi əkməmişdən əvvəl çalmaq lazımdır. Deyir, payanı torpağa nə zaman çalmaq lazımdır? Tingdən öncə, yəni ağacı əkməmişdən öncə artıq orada payanı, belə deyək, orada vurmuş olmaq lazımdır.
Çaldığınız, daha doğrusu qazdığınız çalanın dibinə mütləq yumşaq torpaq, təpəcik tökürük. Yaxşı olar ki, ağac əkmək üçün çalanı bir neçə gün öncədən hazırlayasınız. Sonra bar verən ağacı çox dərinə əkmək olmaz. Bar verən ağacı çox dərinə əkmək olmaz. Nəyə görə? Çünki tinqin boyatması çətinləşir və bitki məhv olur. Deməli, çox dərinə əkmirik. Nə olur çox dərinə əkəndə? Bitki, yəni bitkinin tinqin boy atması çətinləşir və bitki məhv olur. Bəs az dərinlikdə əkilmə zamanı isə bitkinin kökləri quruyur. Deməli, müəllimlər, çox dərinə əkəndə tinqin boy atması çətinləşir və bitki məhv olur. Az dərinlikdə, yəni üzdə olarsa, yəni belə deyək, artıq çox dərində deyil, biraz tam torpağın üzərinə yaxındırsa, bu zaman isə bitkinin kökləri quruyur. Bitkinin kökləri quruyur bu halda. Sonra yeni ağac, yəni deyək ki, ağacları onun şitillikləri inkişaf etdiyi dərinlikdə əkmək lazımdır. Ağacları, belə deyək, ağac şitillərinin inkişaf etdiyi dərinlikdə əkmək lazımdır. Yəni elə bir ağac var ki, belə deyək, dərin əkilir və yaxud da ki, belə deyək, üst əkilir. Ona görə deyək ki, hər birini özünün inkişaf edə biləcəyi dərinlikdə əkmək lazımdır. Bu dərinlik onun qabığının rənginə görə asanlıqla müəyyən etmək olur. Nə ilə müəyyən edirik dərinliyini? Deyir ki, onun qabığının rənginə görə müəyyən etmək olar. Tinqləri torpaqda olan hissəsi bir qədər açıq rəngdə olur. Tinqlərin torpağın içərisində olan hissəsi bir qədər açıq rəngdə olur və beləliklə də onu müəyyən etmiş olarıq. Meyvə ağacı əkdikdən sonra çaladakı torpaq oturur. Torpaq oturacaq, tinqin boyu 4 sm dərinə düşəcək. Nə qədər? 4 sm tinq dərinə düşür. Buna görə də kökün boğazını bir qədər qaldırmaq lazımdır. Nəyin? Kökün boğazını bir qədər qaldırmaq lazımdır ki, o dərinə düşəndə biraz daha batmasın. Ağacın əkilməsini 2 nəfər yerinə yetirir. Onlardan biri tinqi tutur, yerləşdirir, kökünü düzəldir. İkincisi isə çalaya torpaq səpir. Çalaya torpaq 20-25 sm hündürlükdə tökülür. Nə qədər? 20-25 sm hündürlükdə və sonra ayaqla sıxılır. Bunu çox ehtiyatla etmək lazımdır. Meyvə ağacı tinqlərinin çalasının dövrəsində, meyvə ağacının tinqlərinin kənarında bir qədər böyük çuxur qazılır. Torpağın rütubətindən və yağışın yağıb-yağmamasından asılı olmayaraq ağac əkilən, yəni ağacı əkərkən mütləq suvarma aparılmalı. Yəni yağış yağdı, yağış var, torpaq rütubətlidir və s. fərqi yoxdur. Mütləq orada suvarma aparılmalıdır. Bu nəinki rütubəti artırır, həm də köklərin torpaqda inkişafına xidmət etmiş olur. Çalaya hər tərəfdən 2-3 vedrə su əlavə olunur. Nə qədər? Hər tərəfdən 2-3 vedrə su tökürük. Təzə əkilmiş tinq hər tərəfdən eyni miqdarda su içməzsə nə ola bilər? O torpaqda eyni qaydada oturmaz. Suvarmadan sonra çuxuru düzəltmək, torpağın üstünün çürüntüsü olan mulçalanmış materialla 6-8 sm qalınlıqda örtmək lazımdır. Mulça nədir? Mulça torpağı və bitki köklərini birbaşa yağışdan, buxardan, şaxtadan mühafizə etmək üçün bir materialdır. Mulçalanmış materialı torpağın üzərinə 6-8 sm qalınlıqda tökmək lazımdır. Bu çürüntülü materialı saralıb tökülmüş yarpaqlar da əvəz edə bilər. Əgər mulçalar yoxdursa, bu zaman saralmış yarpaqlardan, bunların heç biri yoxdursa, üzərinə məhsuldar quru torpaqda səpə bilərik. Bu yolla, həmin bu mulçalanma vasitəsilə torpağın üzərində qabığın əmələ gəlməsinin qarşısını alır. Deməli, müəllimlər, soruşsa ki, mulçalama əməliyyatı nə üçün bizə lazımdır? Deyirik ki, torpağın üzərində qabığın əmələ gəlməsinin qarşısını almaq üçün lazımdır. Külək ağacı tinqini laxlada bilər.
Bu isə köklərin qırılmasına, əkilmənin, şaqüllüyünün pozulmasına gətirib çıxara bilər. Güclü külək zamanı tink məhv ola bilər. Ona görə də ona görürsüz paya çalınıb. Paya elə hündürlükdə olmalıdır ki, onun təpəsi çətirə, baxın, görürsüz bu çətirdir. Dəymir ki, xeyr, çətirə dəymir. Bir qədər aşağıdadır. Çətirə və budaqlara toxunmasın. Həmçində budaqlarına toxunmur. Görürsüz, bir müəyyən qədər ondan aşağıdadır. Baxın, çətirə toxunmur ki, xeyr, çətirə toxunmur. Aralıdır. Həmçində budaqlarına da toxunmur. Deməli, deyir ki, paya elə hündürlükdə olmalıdır ki, təpəsi çətirə və budaqlara toxunmasın. Sonra müəllimlər, tink payaya iki yerdən çətirin altından, baxın, görürsüz, hardan bağlanıb? Çətirin altından iki yerdən, baxın, çətirin altından, çətirdə altından və torpaqdan nə qədər 20 sm yuxarıda, torpaqdan 20 sm hündürdə bağlanır. Sonra bağlama yumşaq materialla 8 şəklində çox bərk sıxmamaq şərti ilə yerinə yetirilir. Deməli, bağlama yumşaq materialla 8 şəklində çox bərk sıxmamaq şərti ilə yerinə yetirilir. Ağacların əkilməsi təcrübə biraz da bilik, belə deyək, ehtiyacı yaradır. Bu da, yəni belə deyim də, bizim bildiyimiz hissələrdir. Torpağın xüsusiyyətlərini, mikroiqlimi, ağacların boyatma tezliyini və onların hündürlüyünü nəzərə almaq lazımdır ki, bizim əkəcəyimiz ağaclar belə deyək, yaxşı inkişaf etmiş olsun. Sonra müəllimlər, deyək ki, payız, qış fəsillərində ev şəraitində meyvələri necə uzun müddət saxlamaq olar? Məsəl üçün, almanı, burada almadan danışır. Deyir, almanın üzərini təmiz oduncaq kəpəyi və yonqarı tökün. Və deməli, birinci üsul nədir? Onun üzərinə təmiz oduncaq kəpəyi və yaxud da ki, yonqarı tökürük. Oduncaq kəpəyi, baxın, oduncaq kəpəyi və yonqarı tökün. Eləcə də hər bir belə deyək, almaları ayrı-ayrılıqda kağıza büküb, almalar uzun müddət saxlaya bilərik və bir vedrə soyuq suya 2 stəkan duz əlavə edərək onları orada islatmaq lazımdır. Sonra onları çıxarıb silmək və yeşiyə yığmaq onları uzun müddət saxlamağa kömək edə bilər. Bir çox almanın növlərini uzun müddət saxlanması üçün soyuducu kameralardan da istifadə edə bilərik. Bu da saxlanmanın bir növüdür. Almaları soyuducuya yerləşdirməmişdən əvvəl deyil ki, onların səthini silmək lazım deyil. Çünki onların qabığında onu xarab olmağa, korlanmağa qoymayan xüsusi bir təbəqə ilə örtülmüş olur. Bu mağazinlərdən də aldığımız meyvələrin sanki xodenkdə olanda, bilmirəm görmüsünüz yoxsa yox, üzərlərində belə ələ götürüb baxanda elə bilsən ki, yağlı kimidir. Sanki onun üzərini yağlı bir şeylə siliblər, amma yox, o meyvənin öz təbəqəsidir ki, onu zədələnməyə, xarab olmağa imkan vermir. Zədəsi olmayan, bəs hansı meyvələri biz saxlaya bilərik? Yəni uzun müddət zədəsi olmayan yetişmiş meyvələri və orta ölçülü meyvələri saxlamaq daha yararlıdır. Zədəsi olmayan, orta ölçülü və yetişmiş meyvələri saxlamaq daha məsləhətlidir. Meyvəni yığmadan sonra məsləhət bilinən saxlama şəraiti və müddəti var ki, o da burada göstərilib bu cədvəldə. Keçən ilki MIQ suallarından olub, özü də bu cədvəlin içərisi. Deməli, alma, armud və heyva. Bir şey sizə nəzərə çatdırım ki, bu temperaturların hər biri -1-lə, daha doğrusu mənfi ilə başlayır. Yəni, qarışdırırsınızsa, bir də görürsünüz, belə deyək də, uyğunlaşdırma kimi verir, yəni yerlərini dəyişir, yazır. Hər biri mənfi ilə başlayır. Deməli, ilk öncə almadan danışmışıq, almadan da başlayırıq. Alma, baxın, almanı -1, müsbət 4 Selsi dərəcədə saxlayırlar. Bu, almanın saxlama temperaturudur. -1, müsbət 4. Bəs rütubətliyi nə qədərdir? 90-95 faiz. Deməli, rütubətliyi 90-95 faizdir. Saxlama müddəti 30-360 gün. Belə deyək, 1 ay, 1 il.
30, 360 gün. Bəs armud? Armud hardasa baxın həssas bir meyvədir. Tez qaralır, tez xarab olur. Onun temperaturu -2 və 0 Selsi dərəcə. Ən az dərəcə armuddadır. -2 və 0 Selsi dərəcədə. Eyni rütubətlikdə 90-95. Amma bu 15-210 gün saxlama müddətidir. 15-210. Bəs heyvada -1 və müsbət 0,5 Selsi dərəcə. 1, -1, müsbət 0,5 Selsi dərəcə. Rütubətli 90, saxlama müddəti isə 60-90 gündür. Almanı kəskin qoxuya malik olan soğan və sarımsaqla bir yerdə saxlamaq olmaz müəllimlər, çünki ona təsir edə bilər. Bu qədər müəllimlər.